Salam. Hardasa təxmini 20 gün olar ya da ondan biraz çox olar dəqiq bilmirəm ki, mən YouTube-a video çəkə bilmirəm müəyyən səbəblərdən. Amma çox darıxmışam, çünki sizinlə paylaşmaq istədiyim çox maraqlı mövzularım var. Ona görə dedim ki, yenidən mütləq YouTube çəkməliyəm. Əslinə qalsa, xüsusi bir araşdırmam ya da spesifik bir mövzum yoxdur. Amma ağlımda olan çox maraqlı mövzular var. İstəyirəm onları sizinlə paylaşım. Birbaşa mövzuya girəcəm. Hər kəs sizcə öz cəlladına mı aşiqdir, yoxsa həmin o cəlladın gəlib yaraladığı bıçaq yarasının yerini sağaltmağını mı gözləyir? Bunu kommentlərə yazarsınız, maraqlıdır fikirləriniz. Amma əslinə qalanda məncə bunun kökündə asılılıq dayanır. Hansı ki biz bəzi insanlardan asılı oluruq. Bəzən asılı olduğumuzun fərqində oluruq, bəzən olmuruq. Amma yaxşı, bəs soruşsanız asılılıq nədir? Asılılıq insanın ondan başqa heç bir şey düşünməməyi, həyatının mərkəzinə və diqqətinə onu qoymağı, sadəcə belə desək, onunla nəfəs almağıdır. Asılı olduğumuz insanlar bəzən bizi ziyan verə bilirlər. Bəzən də ziyan verdikləri üçün onlardan asılı ola bilirik. Çünki bizim sxemalarımız belə formalaşıb. Sevginin sadəcə ziyanverici bir şey olduğunu öyrənmişik müəyyən yaşımıza görə. Ona görə də hardan bizə ziyan verən insanlar var. Gedib onlardan asılı oluruq. Belə bir şeylər ola bilir, mümkündür. Amma bilirsiniz, bunu da terapiya ilə həll etmək olar. İndiyə qədər işlədiyim bütün sahələrdə, yəni bir çox sahələrdə, bir çox qadınlarla və uşaqlarla işləmişəm. Hansı ki, onlar müəyyən səbəblərə görə zorakılığa məruz qalırlar. Bəzən xüsusi qayğıya ehtiyacları olduğu üçün ailəsi tərəfindən zorakılığa məruz qalır. Bəzən heç bir səbəbi olmadan, bəzən sadəcə boşandıqları üçün və s. Bir çox səbəblər var. Qadınlar da həmçinin təəssüf ki, bu situasiyalarla qarşılaşmaq müəyyən qədər insanı üzə bilir. Amma günün sonunda biz insan olaraq hamımız özümüzü sorğuluyuruq. Əgər asılılığımız varsa qarşımızdakı insanlardan, bu situasiyanı dəyişdirməyimiz müəyyən qədər cəsarət istəyə bilər, müəyyən qədər resurs tələb edə bilər və s. Amma ya heç bir səbəb yoxkən, ya qarşımızdan heç bir şəkildə asılı deyilmişik, amma asılıymışıq kimi hiss etdiyimiz, sadəcə emosional duyğusuna ehtiyacımız olduğu bir insandırsa, qarşımızdakı insan və aramızdakı münasibət sadəcə budursa, bunu bitirmək olarmı? Olar. Əvvəl də qeyd elədiyim kimi, günün sonunda hər bir insan özünü sorğuluyur, sorğulamalıdır. Mənim nəyə ehtiyacım var və ətrafımdakı insanlar nə qədər mənim insanlarımdır, nə qədər mənim çevrəmdə olmalıdır. Və bu suallara cavab tapanda insanın həyatdakı yaşamı daha rahatlaşır. İnsanıq, səhv eləyə bilirik. Lap başda da qeyd elədiyim kimi, insanlar bizim həyatımıza daxil olurlar, bizə müəyyən qədər bir şeylər öyrədirlər və gedirlər. Bu çox normaldır, çünki insanlığın funksiyası budur. Biz də kimlərin həyatına giririk, onlara nələrsə öyrədirik və gedirik. Və daxil olduğumuz hər situasiya bizə nəyisə bildirmək üçündür. Bizdə nəyisə bir işıq, siqnal vermək üçündür. Mən kainatın bizə işarələr verdiyinə inanan bir insanam. Yetər ki, o işarələri görə bilək, yetər ki, o işarələrin fərqində olaq. Belə düşünün, dünya bir xəritədir. Sən o xəritədəki sadəcə işarələri tapırsan, sənin üçün olan işarələr və həyatını elə davam eləməyə çalışırsan, davam eləyirsən. Asılı tiplərdən başqa bir də itirməkdən qorxan insanlar var. Hansı ki, insan aşırı həyəcanlı bir tipdir, həyəcanlı tipə məxsusdur, yəni o kateqoriyanın insanıdır, itirməkdən qorxur. Bunun da yenə nəticəsi gəlib asılılıq olur, kökündə də itirmək qorxusu olur. Birdən gedər, birdən tək qalaram, birdən heç kim məni sevməz. Və təbii ki, bildiyimiz kimi bunda dərin sxemləri var, amma hal-hazırda bu sxemləri analiz eləməyəcəm, başqa bir şeydən danışacağım. İtirmək qorxusu olan insanlar, adətən qarşısındakı insanlar, həyatlarındakı insanlar tez-tez yoxlayırlar. Bəzən biz buna
çox sevgisi var, məni çox sevgisindən boğur da deyə bilərik. Amma bir də onların pəncərəsindən baxsaq, dünya tam başqa cür nədir? Daha sonra biraz da duyğularından qaçan insanlardan danışmaq istəyirəm. Hansı ki, bizim kimi cəmiyyətlərdə bu mövzulara çox rast gəlirik. Ümumiyyətlə, bu tip insanlara çox rast gələ bilirik. Bu normaldır. Çünki bizə nə öyrədirlər? Qız uşağı çox gülməz. Gülmək bağlıdır sevincə və sevinc bir duyğudur. Oğlan uşağı ağlamaz. Ağlamaq, özünü pis hiss eləmək birbaşa duyğu göstəricisidir. Və uşaqlıqdan yaranan sxemlərimiz nədir? Duyğularımızı gizlədin. Onlar yaxşı bir şey deyil. Əslində mənim fikrimə qalsa, duyğular idarə edilə biləndə çox gözəldir. Yerinə və situasiyasına görə idarə edirsinizsə, demək ki, siz artıq emosional zəkanızı idarə edə bilirsiniz, bilirsiniz. Bizdə bir var EQ, biri var IQ. EQ-nu idarə etmək daha çətindir. Və onu idarə edə bilən insanlar adətən uğurlu insanlar olurlar. Amma bu sizin şəxsi həyatınızda da duyğularınızı gizlədəcəyiniz mənasına gəlmir. Yəni duyğular yaşamaq üçündür. Duyğuları bastırdıqca bu digər bir formada həyatınızda təzahür edə bilir. Hansı ki, biz keçən dəfə psixofiziologiyadan danışmışdıq və gizlədilən hər duyğu birbaşa bədənə təsir edir. Artıq duyğunun əvəzinə bədən danışmağa başlayır. Ona görə də bədənimiz danışmadan məncə duyğularımızı yaşayaq doya-doya. Çox xoşbəxtsinizsə, çox xoşbəxt olduğunuzu yaşayın. Ya da çox pissinizsə, pis olduğunuzu özünüzdən danışın, qəbul edin. Şərt deyil ki, bütün dünya sizin pis olduğunuzu ya da çox xoşbəxt olduğunuzu bilsin. Yox. Amma yaşadığınız hər situasiyanın, həyatınızdan gedən hər insanın, itirdiyiniz ya da yaşadığınız hər uğursuzluğun yasını tutun. Ya da çox xoşbəxt olun. Bizdə belə bir ifadə var. Heç sevmirəm bu ifadəni. Çox güldüm deyəsən axırda ağlayacağam deyə bir toplumumuzda ifadə var. Niyə? Niyə avtomatik çox xoşbəxt olanda onun arxasında nəsə mənfi bir şey gələcək, yox ağlayacağam kimi düşüncələr yaranır. Lap dərinə getsək, kökündə biraz layiqlik duyğusu da yaranır. Mən çox xoşbəxt olmağa layiq deyiləm. Bu qədər xoşbəxtlik gəlirsə, mütləq kökündə nələrsə var, başqa nələrsə gələcək həyatım. Əslində elə deyil. Əslində elə deyil. Sizin hər bir insan bir enerjidir. Düşünün, bir otağa girmisiniz. Təxmini 15-20 nəfər var, heç birini tanımırsınız. Amma onlar nələrsə sizə hiss elətdirir. Çünki onların sizin hiss etdiyiniz, görə bilmədiyiniz, amma hiss etdiyiniz bir enerjisi var. Və o enerji sizə nələrsə deyir normal olaraq. Və hər bir insan bir enerjidir. Siz də bir enerjisiniz. Və sizin yaşadığınız duyğularda çox üzr istəyirəm. Sizin yaşadığınız duyğular da bir enerjidir. Siz də bir enerjisiniz. Hansı ki, sizin enerjiniz yuxarı olanda ətrafınızda da, həyatınıza da elə insanlar gəlir və bunun bərabərində də gözəl hadisələr gəlir. Okey, hər zaman hər şey yaxşı ola bilərmi? Yox, bu toksik pozitivlikdir və insan da hər zaman yaxşı ola bilməz. Bu mümkünsüzdür. Amma həyat ürək dalğaları kimi enir və çıxır. Çıxdığınız an, düşdüyünüz anda yuxarı qalxmağı bacarırsınız. Artıq orada qalmırsınız uzun müddət. İnsan öz-özünü müəyyən həyat vərdişlərindən sonra, müəyyən yaşadığı hadisələrdən sonra öz-özünü oradan qaldıra bilir. Əgər sizin bazanız güclüdürsə və resurslarınız varsa, rahat bir şəkildə özünüzü oradan yuxarı qaldıra bilirsiniz. Bu mümkündür yəni. Belə. Biraz oradan, biraz buradan qarşılıq bir mövzulardan danışdıq. Amma çox sağ olun ki, dinlədiniz. Təşəkkür edirəm. İnşallah çox uzun bir müddət ara vermədən növbəti videoda görüşərik. Sağ olun.